İnternet texnologiyanın və rəqəmsallaşmanın inkişaf etdiyi bir dövrdə çox maraqlıdır ki, valideynlər və məktəb arasında ünsiyyət, münasibətlər daha da sıxlaşıb və operativ hal alıb və onlar WhatsApp qrupları və yaxud da rəqəmsal platformalar vasitəsilə övladların davamiyyəti ilə eyni zamanda onların qiymətləri və həmin proseslər barədə çox asan və operativ formada məlumat ala bilirlər. Təbii ki, çox güman ki, bu da elə valideyn iclaslarının da azalmasına gətirib çıxarır. Təbii ki, bu bizim düşüncəmizdir. Bəs görəsən, valideynlər necə düşünür? Bu barədə bir sujetimiz var, izləyək. Rəqəmsallaşan dövrdə müəllimlərlə valideynlər artıq bir-biri ilə çox asan və rahat şəkildə əlaqə saxlaya bilirlər. Bunun üçün müxtəlif proqramlar, rəqəmsal məktəb platforması, WhatsApp qruplarından istifadə olunur. Bu, operativlik valideyn və müəllimin üzbəüz kontaktının müəyyən qədər azalmasına səbəb olur. Bəs valideyn iclasları necə keçirilir və valideynlər buna maraq göstərir? Valideyn iclası çox əhəmiyyətlidir. Birbaşa müəllimlə uşağı barədə məlumat toplaya bilir, uşağının təlim-tərbiyəsi ilə maraqlana bilir, dərs keyfiyyəti ilə maraqlana bilir. Mənə elə gəlir ki, valideyn iclasları ən azı 2 aydan bir təşkil olunsa da olur, yaxşı olur. Şəxsən mən bir valideyn kimi istəyərəm ki, evladımın dərs fəaliyyətini izləyə bilim. Valideyn iclasları çox önəmlidir, əhəmiyyətlidir. Ona görə ki, belə deyim də, yəni üzbə sürət danışmaq, hər dəqiqliyi müəllimədən şagird haqqında nələrsə öyrənmək daha önəmlidir. Nəinki telefonda qısaca. Adətən zəng eləyib əlaqə saxlayır, amma yarım ilin sonunda həmişə iclas keçirilir, valideyn iclasları və bizə şagirdin təlim nəticələri barədə məlumat verilir ki, hansı nəticələr əldə edib, qiymətləri neçədir, dərsdə özünü necə aparır. Sorğuya görə iclasların keçirilməsi vacibdir və bu, valideynlərə uşaqlarının müəllimləri ilə birbaşa əlaqə qurmağa imkan verir. İclaslar sayəsində valideynlər məktəbdə baş verənləri daha yaxından izləyir və təhsil prosesinə daha çox cəlb olunurlar. Bu, uşaqların təhsilindəki vacib qərarların qəbul edilməsində daha fəal iştirak etməyə imkan yaradır. Valideyn iclasları valideynlərə övladlarının təhsilindəki inkişafı izləmək və hər hansı bir çətinlik və irəliləyiş haqqında məlumat almaq imkanı verir. Valideynlər məktəbdəki fəaliyyətlərdə aktiv olduqda isə uşaqlar bu cür dəstəyi hiss edirlər. Bu, onların məktəbə marağını daha da artırır və təhsilə qarşı müsbət bir yanaşma yaradır. Də belə məlum oldu ki, valideynlər iclasların olmasının tərəfdarıdırlar.